Gözəl insanlar, Torpaq 97 verilişində hamını xoş gördük. Mənim yaşıdlarım bilər o Torpaq 97 verilişi. Əslində bizdən çox-çox qabaqdan oldu bu veriliş. Otururdu aqrariylər və müzakirələrini aparırdılar. Belə ASTV-də gedirdi. O qədər asta templə belə. Gördüyünüz bu muşmula ağacı yalnız yay aylarında bar gətirir. O məşhur Turinin Juventus klubunun üzvü Alessandro Del Piero. Gol! Təxminən elə bir veriliş gedirdi. Amma baxırdı, məcburiyyətdən başqa şeyə baxa bilmirdik. Ancaq o idi. Bir-iki dənə aynəsi vardı və sarı və laxır. Əl-qərəz öpürəm hamınızı. Bağrıma basıram. İnşallah ki, yaxşısınız. Bayramınız mübarək. Neçə belə bayramlara çıxasınız əzizlərinizlə. Belə deyəndə hər dəfə o sizin ürəyinizin istədiyi formada deyim. Ya da Allahın bildiyi, məsləhət bildiyi formada deyim. Kim necə istəyir də qəbul etsin. Əsas odur ki, canınız sağlam olsun. Əzizləriniz həmişə üzü gülsün. Muşmulamız görsün, bar gətirib. Arada bu bizim toyuqların səsini eşidəcəksiniz və s. və laxır. Yumurtaya görə mənə heç kim yazmasın. Deməli, yavaş-yavaş dostlar, bütün oyunlar haqqında, çalışacağım bütün oyunlar haqqında qısaca fikirlərimi deyim. Hətta Comebol-dan görək gecəyə də nəsə çıxarda biləcək yoxsa yox. Müəyyən metrikalarla və s. Turnir cədvəlinə uyğun, tanıdığımız komandaların üzərində xüsusi dayanacağıq. Əvvəlcədən hamıya bol şans və deməli, əvvəl isə mən sizə bir şey barədə danışmaq istəyirəm. İndi mən Telegramda paylaşımlarımı eləmişəm. Telegramın linki də aşağıdadır. VIP qrupunun nömrəsi aşağıdadır. Saytımızın da linki aşağıdadır. Sayt üçün əslində dünən məsələn bir metrikamız var idi ki, saytda özünüz görəcəksiniz onu. Niyə Fransa, İspaniya, Fransa oyununda hər hansı bir hissədə 1-5 alt xeyr seçiminə getdik. 1.41 qəşəng əmsalı vardı. 1.41 idi səbət məsələn. 1.43 idi. Nəsə belə bir şey idi. Və onun metrikası var idi saytda. Burada başqa bir məsələ var ki, məsələn, dünən gecə Cənubi Amerikadan 3 dənə oyunun 3-ündə də metrika qutu kimi oturdu. 3-ü bir yerdə 1.60 əmsal eləmirdi. Hamısı 1.17, 1.18 idi. Çünki komandalar orada yəni üst metrikalar daha çox əmsal verdi. Təbii ki, bu normaldır. Yavaş-yavaş gedirik dostlar. Deməli, sizə bir səsli mesaj dinlətmək istəyirəm. Görüm onun səsi full açaq burada. Görüm hansı səs idi o. Ay Allah. Hə. Görüm, inşallah ki səsi düşəcək. Gəlin, mikrofonu belə yaxına tutum. Bura. YouTube analizat adamı hasta etme kardeşim. Mənim izləyicilərim budur. Adamı heç tanımıram. Arada bir yazışırıq. YouTube'un xəstələrindən də yaxşı mənada. Darıxmışam sizin üçün, ona görə belə danışıram, söhbət edirəm. Dostlar, deməli, qısaca buranı inşallah fırlatmamısınız. Fırlatmışsa da, yəni bundan əvvəldən artıq başlamışsa fırlatmağa, çox şey itirmişsiniz. Bizim Topaz Fan Klubla elədiyimiz bir layihə var. Sağ olsunlar, bizim kanalımızı sayırlar, sevirlər, seçirlər. Və ilk qeydiyyatda siz toplamda onlardan, plus məndən, onların mənə yaratdığı şərait nəticəsində deməli 25% bonus əldə edirsiniz. Azdırmı? Yox. Baxırsınız məbləğinizə. Minimum depozit 20 manat olmalıdır. Bunu da qeyd eləyək. Və qalanını da bilirsiniz. Amma burada bir önəmli bir məqam var da ki, siz həftəlik də bizim kampaniya, ay ərzində belə deyək, özümüzü sığortalayaq, ay ərzində bizə oradan təklif olunan, verilən benefitdən, yəni belə deyək də, müəyyən bonuslardan siz payınızı alacaqsınız. Mən çalışacağım bunu ədalətli şəkildə qurum. Məsələn, hər dəfə 5 nəfərə 20 manatlıq təpəzə. Bir təpəzə 1 manatdır. Bonus şəklində istifadə edirsiniz. Tutuzdurdursa, çıxarışa vurun, rahat olur sizin pulunuz. Yəni, bunu sizə mütəmadi olaraq yaradacaqlar bu şəraiti. Mənim agent kodum 244 780. Buyursunlar əfəndim. Orada rahat şəkildə hər şeyi mən Telegramımızda paylaşmışam. Step by step, addım-addım necə qeydiyyatdan keçməkdir. Çox asandır mobil nömrə ilə. Qeydiyyatdan keçirsiniz. Ondan sonra siz deməli depozit eləyəndən sonra və yaxud da ki, belə deyək də, mənə yazırsınız. Sadəcə mobil nömrənizi, nickname deyirlər də, o istifadəçi adınızı operativ olsun deyə istəsəz məbləğdə yazarsınız ki, daha operativ olsun və anında görüntü türklər demiş, balat əhli demiş, sizə təpəzələr balansınıza oturur. Rahatdır, yəni heç bir çətinlik yoxdur, əliniz öyrəşmirsə, tez bir zamanda əliniz öyrəşəcək. Lineyka olaraq da üstünlüklər çoxdur, yəni mərc seçimləri, məsələn, ikinci hissədə qol var, ortalığa ata bilərsiniz və s. Mən indi yavaş-yavaş mən də başlayıram artıq kəşf eləməyə. Bir ara yadınızda da oradan paylaşırdım, təmənnasız filansız. Mənim vicdanım təmizdir. Sizin də qarşınızda, elə onların da qarşısında və s.
Belə dostlar, başqa nəsə deyəcəkdimmi? Nəsə yeniliklər olduqca sizi məlumatlandıracağam. Çox yormaq istəmirəm sizi və belə. Hə, müştəri kodumuzu seçəndə, agent kodumuzu seçəndə, orada hər dəfə depozit eləyəndə siz belə deyək də, artıq olursa bizim müştərimiz təxminən 7-24 rejimində belə deyək. Suallarınız varsa ünvanlayacaqsınız. Öz call centerlərdə rahat işləyir. Mədəni formada bütün suallarınızı cavablandırırlar səbirlə. Mən də sizin qulluğunuzda kömək eləyə bilərəmsə nə xoş mənə. Zaten bunsuz bunlu eləyirdim də. Yəni bizim dəyişən nə simamızdır, nə iş prinsipimizdir. Dəyişən sadəcə şərtlərdir. O şərtlər də sizin müsbətinizə doğru dəyişir, mən düşünürəm. Belə. Prinsipcə belə hər şeyi izah elədim. Hə. Agent kodu 244 780. Bir daha xatırladıram. Belə. Uğurlar hamıya. Getdik, deməli dostlar, Çekiya Montenegro oyunu. Bu oyunla bağlı mən sizə bir şey deyim. Bu oyun mənə niyəsə, təxminən belə bir ssenari qurdum beynimdə. İndi ümid edirəm ki, düzgün qurmuşam ssenarini. Əvvəla Montenegro sentyabrın 23-dən beynəlxalq görüşlərdə heç şey eləmir. O, maraqlıdır. 8-in udub, 9-un udub. Fikir verin, yəni maraqlı bir tendensiyadır, bu gözümə dəydi və mən, məsələn, Çexlərin də maraqlı bir şey var. Çexlər əla gedirlər əslində. Əla görünürsən miri gedirlər və deməli Çexlər evində, yəni ev sahibi başqa şeydir, evində, məhz evində, Çekiya torpaqlarında son 8 oyununu udublar. Plzendə, bugün də oyun Plzendədir. Viktoria Plzen meydanında, Doğusan Arenada səhv etmirəmsə. Orada, niyə səhv edirəm, gəlin buradan baxım. Düz tapmışam, Doğusan Arena. Deməli, hakim də yeri gəlmişkən əslən türkdür, Hollandiyalıdır. Deməli, gözü buyuq. Deməli, burada bir məsələ var. Plzendəki 9 oyundan 8-ini udublar. Okey, udublar, yaxşı. 1.30 neçə açılıb? O 1.33. 1.35, belə dəyişir də gün ərzində. Dostlar, dostlar, mən beynimdə bu ssenarini qurmuşam. Razılaşmaya bilərsiniz. Montenegronun oyunlarını yəqin ki izləmişsiniz. Əminəm ki, içinizdən ən azı 100 nəfər bu Montenegronun oyununu izləyib. Montenegronun oyununa bələd olan adamlar bilir ki, bu komandanın kilidi biraz gec açılır. Bu bizə nə verə bilər? Hündür, cinahları işlədən Çexlər tərəfindən korner verə bilər. Tək başına Çexlər bəlkə də burada 7-8 korner vurdu. Bir-ikisini də Montenegrodan görsək, əks hücumlarda falan ki, mən bu mərc deyil, sadəcə bir ssenarinin içinə saldığım bir şeydir. Kristovic burada əks hücumdan vura bilər. Kristovic dəli kimi də zərbələri var. Roma maraqlanır yeri gəlmişkən ondan. Sürpriz şəkildə elə qol vurur ki, deyirsən qardaş, bu heç XG-si yoxdur bu zərbənin. Deməli, məncə Çexlər kornerlərdə, yəni bizə 8-5 üstü verə bilər. Şəxsi düşüncəmdir. 1.46 əmsaldır. Ağlınıza batırsa götürə bilərsiniz. Hətta təkli də bir tık qaldırıb oynamaq olar. 1-2 tık qaldırıb oynamaq olar. Ağlınıza batırsa yenə də siz bu işi, korneri məndən yaxşı bilirsiniz. Çünki burada analiz önəmlidir. Mən də analizimi belə qururam ki, qardaşlar, istəyir bugün Çekiya 17-ci dəqiqədə 4-0 utsun. Montenegro normalda kilidi gec açılır. Bu da bizə, Çexlər də hündürdür və kornerlərdən bizə bol-bol imkan, şərait yarada bilərlər. Deməli, Çexlər. Gəlin optimal heyətləri də görək, var kadrolar. Hə, gözləndiyimiz kimi də Krejci Jorlandakı mərkəzdə, stoper, Koval qapıda, Kovar, hə. Deməli, Leverkusendəki, deməli, Tsufal sağda, Çerv ortada Sovçeklə, Çerni, Schulz, Provod, Patrik Şik. Yəni, bu heyət biraz əziyyət çəkə bilər, mənim şəxsi düşüncəmdir. İnşallah ki, tərsləməliyik. Mən, məsələn, kornerlərdə biraz ehtiyat eləməmişə, amma beynimdə oynadığım bir şeydir. Getdik sonra növbəti oyuna. Burada bizdə kim var? Estoniya, İsrail. Estoniya, İsrail. Dostlar, dostlar. Deməli, bayaq Ruzi ilə də danışırdıq. Dedi, məhz bu oyunu soruşdu. Dedim ki, qardaş, səfərdə 1.50 civarında İsrailə qələbə açıblar. Okey. Səfərdə deyəndə ki, İsrail zaten o məlum o siyasi məsələlərdən dolayı elə hər oyunu səfərdəki kimi oynayır da. Estoniyanın baş məşqçisi, yəqin ki, o insan haqqında Azərbaycanla görüşlərdə heç olmasa, oxumusunuz, eşitmişsiniz şərhçilərdən və s. Bu adam futbol menecerdən gələn bir məşqçidir. Deməli, Estoniya haradadır? Buradadır. Və bu cür adamlar rəqibləri çox yaxşı analiz edirlər. Və Estoniyanın heyətində təcrübə yoxdur, klass yoxdur daha çox. Klass yoxdur. Amma gənc uşaqlardan ibarət yaxşı bir heyət yığıb. Və evində Estonların nə oynadığını az çox görmüşük. Siz də əminəm görmüsünüz. Azərbaycanla da o triller düzəltdilər orada. Qol-qol 2-5 üst vermişdi həmin oyuna. Bu tərəfdə də İsrail. Okey, yəni İsrail bu Estoniyaya qol vurarmı? Abi, vurmasa, məsələn, Manor Salomon
və yaxud da ki bu Red Bull Salzburgdakı Oskar Gluch və yaxud da ki Turgiman gəlsin istefa arizasını yazsın, çünki qardaş biz karyeramızı bitiririk. Biz də bu Estoniya qol vura bilmədik. Bu bir. Okey də, yəni bu ən salamat izahdır da. Ən sığortalı izahdır da belə deyək. Amma abilər, Estonlar evində oynamağı bacarır. Məncə bu oyunda biz 2-5 üstü ataq ortalığa kim vurur Allah işin aman eləsin. Yəni mən biraz Estonlar abilər elə momentdə elə Norveçə də qol vurublar bu adamlar. Özü səhv etmirəmsə ikisini vurdular. Oynayırlar. Oynamaq istəyən komanda ilə lap ləzzətli oynayırlar. Əks hücumlara yaxşı qaçırlar. Məşqçi də yaxşı analitikdir. Mən bunu demək istəyirəm. Məşqçində Jürgen Henn gənc bir məşqçidir, mütəxəssisdir. Baxın, alınıza batırsa. Bu arada çox maraqlı bir şey var. Estoniya son 7 oyundan 6-sında ilk olaraq sarı kartı qarşısında görüb. Məsələn, xaricdə yaşayırsa kimsə, izləyir bizi, oynaya bilir, xaricdən oynayır da zaten gəlib buradan oynayası deyir ki, bunu oynaya bilirsə elə belə oynasın da, görək nə olar. Gələr, o da mənə zəngə bir təşəkkür eləyər. Gəlməz deyər ki, abi, sənlik bir şey yoxdur da, mən də oxumuşdum o barədə. Elə deyər, yəqin. Belə. Bu arada mən Turgimandan bugün qol gözləyirəm. İzlədiyim oyuncudur, Avropaya getsin. Makabi Tel Avivin hücumçusudur. Turgimandan bir qol gözləyirəm. Bu da belə. Deməli, Gibraltar, yəni Cəbəlli Tarix Xorvatiya oyuna dəyməyəcəm. Xorvatlar aydın məsələdir ki, Xorvatlara da elə bir metrika çıxardıblar. Yəni gəlin deyim, amma mən heç inanmam gəlmir. Yəni metrikanın, məsələn, keçən bir nəfər TikTokda yaxşı bir şey yazmışdı. Sağ olsun, mədəni formada yazmış ki, abi, saytda metrika başqa idi, Telegram'a ayrıca bir əlavə bir seçim qoydum. Dedim ki, abi, o metrikadır da, indi çıxardılar. Sonra fikirləşdim ki, metrika ağlıma batmırsa niyə qoyursan da? Məsələn, burada deyirlər ki, Xorvatiya son 6 beynəlxalq oyundan 5-də ilk olaraq qolu buraxıb. Bu metrika lap gəlsə belə normal bir metrika deyil. Nəyə görə mən sizə deyim? Çünki açın baxın, Xorvatlar axırıncı o 6 oyundan 5-ini kimlə oynayıb? Orada Portuqaliya var, orada Şotlandiya var, yəni minimumda. Nə bilməm, bu tipli komandalar da, o normaldır. Cəbəlli Tariqlə sən ilk qolu buraxacaqsan. Birdən bilmirəm, tam bir oyuncuza fikirləşiblər, ona qarışmıram, amma onlar da futboldur. Kimsə nə bilim, belə bəxtə xuda vurar. Dünən bizim bir komanda yoldaşımız var. Mənə kəlləlik qaldırdı, get top girdi qapıya. Qapısı kifayət qədər yaş qapısıdır. Qapısı da şoka düşdü. Top elə qəribə fırlandı, getdi girdi qapıya. Yəni belə mən Xorvatlar sıfırdan başlayır da, digərləri artıq oyunlarını keçirib. Xorvatlar sıfırdan başlayır və maksimum nəticə ilə turnir cədvəlinin yuxarısında dırmaşmalıdır. Amma necə dırmaşmalıdır? Məsələn 1-0 da 3 xaltda. Mən ona görə belə oyunlardan çəkinirəm, aman tanrım. Belçika, Şimali Makedoniya. Mən bu oyuna dostlar, bax bayaqki Çexlərin oyunu kimi Şimali Makedoniya Çekiya ilə oynayır, Belçika ilə oynayır. Gəlin burada Belçikanın elə belə təxmini heyətinə baxaq. Deməli kadrolar. Birinci bu tərəfə baxırıq. Qocalmaq bilməyən Dimitriyevski, Musliu alimi, bu İsnik alimidir, vaxtilə Qəbələdə oynayan. Deməli Kostadinov, Miyovski, Jironadan tanıdığımız Elif Elmas, Enis Bardi. Yaxşı komandadırmı? Bəli. Ezgyan Aliyevski var. Əməli başda futbol oynamağı bacaran komandalardır. Bu tərəfə baxırsan. Doku, Lukaku, Trossard öndə. Hans Vanaken bilirsiniz ki, mən üçün xəstəsiyəm. Klub Brugge fanatları. Mənim sayəmdə hər il bir dənə komandanı sevirsiniz. Yaxşı mənada da kəşf veririk, çıxardırıq ortaya. Tillemans, De Bruyne. Bu tərəfdə Artur Tiate müdafiədə, Zeno de Bast, Sportingdəki, Wolfas şeydəki, Leicester'dəki və Meunier Lille'dəki, Mats Zelse Nottingham Forest'in qapıçısı qapıda. Okey. Ev sahibi Şimali Makedoniya bu Belçika ilə necə bir futbol oynayar sizcə? Yəni Şimali Makedoniya ən yaxşı, ən sevdiyi rəqib İtaliyadır. Amma Belçika dəli bir Belçikadır da, normal. Hamısı klass futbolçulardır. Top liqalarda oynayan. Bir də Ruziya bayaq bir söz deyirəm dostlar. Klublar arası dünya çempionatından qabaq bu oyuncular özlərini qoruya bilər ha çoxsu. Birdən-birə yadıma düşdü. Mən Belçika-Azərbaycan oyununu belə 2 metrlikdən izləyirdim. Sağ olsun, şərait yaratmışdılar. Media lojasından izləyirdim. Doku ilə də qısa bir söhbətimiz olmuşdu. Sonra orada Trossardın Doku'nun ayaqlarına baxırdım. Fikir verirəm, dostuma deyirəm ki, abi bax, fikir ver, ayaqlarını qoruyurlar, bildiyin qoruyurlar. Bu Şimali Makedoniyanın da bir stadiondur, bir Əndrabadi bir stadiondur. Az çox bələd idi. Azərbaycan ildə 2 dəfə oynayırdı onlarla, hara fırasaq. Biraz burada, belə deyək də, özlərinə çəki düzən verə bilərlər. Və bir maraqlı bir metrika da var. Bu mənə sövq eləyir bir şey deyim sizə. Deməli, Şimali Makedoniyanın son 3 ev oyununda, söhbət gedir Çempionlar Liqasının kvalifikasiyasından. Dünya Çempionatının kvalifikasiyasından. Son 3 ev oyununda 80-ci dəqiqədən sonra stabil olaraq qol olub. Məncə bu oyunda biz ən çox qolu ikinci hissədə görəcəyik. Bunun da 2-dən yuxarı əmsalı var dostlar.
2.09 əmsaldır. Yəni mən bunu səhərdən met qalamışam. Ha baxıram buna. Və özü maraqlıdır. Məsələn, Ruziyə deyirəm ki, 80-ci dəqiqələrin kralı da var, Lukaku. Biraz Şimali Makedonlar, yəni məncə bələdsiniz o komandaya, tez-tez izləyirsiniz deyə. Burada biraz ehtiyatlı oynayır. Norveç, İtaliya. Hoppala, paşam, Malkara keçəm. Deməli, burada da anormal bir metrika var da. İtaliya söhbət gedir. Dünya çempionatının kvalifikasiya mərhələsindən 2017-nin noyabrından səfərdə İtaliya qol buraxmayıb. İndi gəlsən Erling Haalandın, fantastik formada olan Charlotte'un, bilirsiniz ki, mən Haalandı sevmirəm, o futbolçu kimi, hücumçu kimi qəbul etmirəm, çözülmüş bir futbolçudur, belə deyək. Kiprazda da vurar, belə şey çətindir artıq. Charlotte, indi növbəti mövsümdən, Çerkizat görə oynadacaq, o başqa məsələ. Charlotte'u sevirəm. Əla oyuncudur, Odegaard və s. və axır da. İndi Antonio Nuza var orada, gəlin belə təxminən heyətlərə belə göz ataq. Ehtimal olunan heyətlərdən gedir, təbii ki, söhbət. Deməli, Haaland, sağında Charlotte, Nuza dediyim, Morten Thorsby, artıq Genoa'nın əfsanələrinə doğru gedən, Sander Berge, Morten Odegaard, yəni bura qədər okeydə bəs eləyir, 6-lıq bəs eləyir. Mən buna nətər oynayım, yox qolu. Mən bu oyunda qardaş, qolumu götürərəm, çəkilərəm qırağa. İtaliya vurma, İtaliyan qolu var zaten. Fantastik bir formada. Bir dəqiqə, mən İtaliyan heyətinə heç bir normal baxmadım. Retegui sağında Raspadori, Di Marco Tonali, Rovella, çox bəyəndiyim oyuncudur. Torino'dan getmək vaxtıdır artıq. Lazio'dan getmək vaxtıdır artıq. Barella, Cambiaso, Bastoni, Coppola, Di Lorenzo. Abilər, bu müdafiə qol buraxar. Bu müdafiə qol buraxar. Yəni İtaliyada birini vursun artıq. Yəni qol abilər. Yəni heyət mənə qol deyir. Başqa da heç nə demir. Səhv etmirəmsə bir dənə oyunumuz qaldı, düzdürmü? Bir dəqiqə onu da deyim sizə qısaca. Wales Liechtenstein. Biraz qəliz oyundur. Nəyə görə mən sizə deyim? Burada da metrikaya baxın siz. Wales'in son 7 oyununda qol olub. Amma Wales'in 7 oyundan 5-ində qol olub, amma Wales'in rəqibləri kim olub, o önəmlidir. Burada da Liechtenstein'dir. İndi Liechtenstein heyətini açıb baxsaq burada. Deməli, Liechtenstein'də bir dənə Hassler'də tanıyıram, başqa heç kimi tanımıram. Wizer'də tanıyıram demək olmaz. Valla mən sizə bir şey deyim, elə düzülüşdən də onu görürəm əslində. Bu oyunun spekulativ 3-5 falan əmsalı var, 2-5 üstü 1-19'dur. Olar, bir şey demirəm dostlar. Mən deyirəm ümumiyyətlə, sadəcə proqnozumu verəcəm və çəkilib duracam qıraqda. Məncə bu oyun, İnşallah 6 plusa da olmaz. Biz adam 2-5-6 oynayanda ki 6 plus gəlir. Adam dəli olurdu onda. Mən 2-5 üstlə burada 1-19 sıxmaqdansa, 1-56 ilə 3-5 üst sıxmaqdansa gələr, yenə də deyirəm. 80% gələr, amma mən o 20% risk izah eləməyə çalışacağam. Liechtenstein burada oyunu tutmağa çalışacaq ki, tarixinin ən rəzil məğlubiyyətlərindən birini almasın. Zaten tarixən Wales Liechtensteinə 4 top vurub. 4-2-2, belə olub da düzdür. 4-5-6, 1-50 əmsaldır. Və yaxud da ki, oynayaram Brennan Johnson'un qoluna, çəkilərəm, duraram qıraqda. Yəqin ki, elə bir kuponumuz da olacaq Telegramda. Telegramımızın da linki aşağıdadır, qoşula bilərsiniz. Başqa da heç nə oynamaram abilər. Valla bu Brennan Johnson vurar. Müəllimin qolu yəqin ki 1.30-dadır da. Johnson. 1.53'dür Brennan Johnson'un qolu. 1.19'u 2-5 üstündən sıxmağın heç bir adı yoxdur. Şəxsi düşüncəmdir. Gecədən də Kolumbiya, Peru, Venezuela və Bolivia oyunları var, düzdürmü bizdə? Gəlin belə eləyək. Kolumbiya, Peru. Adlara bax, Allahım. Perunun ümumiyyətlə son 13 səfər oyunundan, söhbət gedir Dünya Çempionatının kvalifikasiyasından, cəmi biri qol olub. Bu belə. Peru, Kolumbiya. Kolumbiya hara, Peru hara, okey də. Yəni 1.30 açıblar Kolumbiyaya. 3-5-6 ilə qələbə oynamaq olar, əmsalı varsa. Burada bir standings bölməsinə də baxaq. Kolumbiya yəni işini garantiya almalıdır. Peru zaten bitmiş vakadır. Sonra Venezuela, Bolivia. Venezuela'da yəni evində 7 oyundan altında, bu siklda 2-5-6 oynayıb. Çox mənasız bir oyun kimi gəldi mənə. Yenə də 50 yaşında Salomon Rondon hələ də oynayır və s. və axır. Ona görə də yavaş-yavaş vidalaşıram sizdən dostlar. Uğur olsun, öpürəm, bağrıma basıram. Özünüzə yaxşı baxın. Bəyənmə sayına uyğun olaraq və təbii ki, əsas da nəticələrimiz əsasən sabah da bir video çəkməyi planlaşdırıram. Uğurlar.
Öpürəm, bağrıma basıram.